Bakıda nəqliyyat sıxlığının qarşısını almaq məqsədi ilə alternativ yol çəkilir. Həsən Əliyev küçəsi və metronun Koroğlu stansiyası avtomobil yolunun tikintisi sürətlə aparılır. Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilir. Dövlət proqramına uyğun olaraq yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi, Müzəffər Nərimanov küçəsinə də olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 km təşkil edəcək. Yeni yol layihəsi Xəlil Rıza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq Ulduz metro stansiyasının yaxınlığından keçərək Ələsgər Qayıbov küçəsindən ümumi uzunluqları 1240 metr olan 2 tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altından Əliyar Əliyev küçəsinə də uzanır. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, qeyd olunan ərazilərdə tikinti işləri icra olunur. Layihəyə uyğun olaraq avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 avtomobil tunelinin və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi də nəzərdə tutulub. Hazırda yol boyunca tunellərin tikintisi icra edilir ki, burada da dəmir beton istinad divarlarının hazırda inşası aparılır. Layihəyə uyğun olaraq 3-cü kilometrlik hissədə və Mirzə Uluqbəy küçəsində isə yeraltı piyada keçidinin inşası aparılır. Qeyd edək ki, tikinti işləri ilə bağlı sözü gedən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır. Yolun il yarıma istifadəyə verilməsi nəzərdə tutulur. Ramal Abdullayev, Aydın Bayramov, Xəzər xəbər.